İnformasiya məkanında İranın dini lideri Ali Xameneyinin ölümündən əvvəl söylədiyi sözləri əks etdirən video geniş şəkildə yayılır. O sakit danışırdı, qorxu hiss olunmurdu. Bədənimin böyük əhəmiyyəti yoxdur, həyatımın da xüsusi dəyəri yoxdur. Əgər məni öldürsələr belə, bunu bizim itki kimi qəbul etməyin. Mənim həyatım vacib deyil, vacib olan İslamdır. Beynəlxalq ekspert və analitiklərin qeyd etdiyinə görə, bu sözlərdən sonra vəziyyət xüsusi məna kəsb edir. Mütəxəssislər diqqəti ona yönəldirlər ki, müsəlman dünyası adlandırılan geniş məkan, sünnilər və digər cərəyanlar 10 illiklər boyu şiyələrin yanlış yolda olduğunu iddia edirdi. Lakin analitiklərin fikrincə, bu cür sözləri deməyi bacaran yalnız şiyə dini lideri oldu. Onların fikrincə, bir çox sünni liderlər ölüm qorxusu və dünyəvi nemətləri itirməkdən çəkinərək belə açıq mövqe bildirməkdən yayınırlar. Analitiklər vurğuluyurlar ki, İranın dini lideri sünnilərlə şiyələri birləşdirmək istəyirdi. Mütəxəssislərin fikrincə, məhz bu birlik ideyası müəyyən siyasi dairələr üçün real təhlükə hesab olunur. Ekspertlər daha sonra baş verən hadisələrlə birbaşa əlaqə görürlər. Onların sözlərinə görə, Xameneyinin sözləri yayıldıqdan dərhal sonra siyasətçilər və nüfuzlu şəxslər, o cümlədən mediada Epstein koalisiyası kimi adlandırılan çevrələr, müsəlmanların mümkün birliyini proqnozlaşdıran analitik mərkəzlərlə birlikdə İslamofobiya anlayışının yeni tərifini irəli sürməyə başlayıblar. Maraqlıdır ki, United Kingdom'da hökumətin planlarına görə İslamofobiya ilə mübarizə üçün yeni bir xüsusi vəzifə yaradılacaq. Hökumət bu planları bazar ertəsi təqdim etməyi planlaşdırır və onlar İslamofobiyanın yeni tərifini də ehtiva edəcək. Eyni vaxtda bəzi ölkələrdə Ayətullahın xatirəsinə şam yandırma mərasimləri keçirilir və antisemitizm mövzusunda müzakirələr artır. Həmin gün 4 Britaniyalı İranlı Yahudi xalqına qarşı sui-qəsd hazırlamaqda şübhəli bilinərək saxlanılıb. Analitiklərin diqqət çəkdiyi faktlardan biri də budur ki, Britaniyada anti-müsəlman düşmənçiliyi ilə mübarizə aparmaq üçün xüsusi nümayəndə təyin ediləcək. Ekspertlərin izahına görə, Britaniya və Amerika siyasətində çar termini müəyyən bir problemi həll etmək üçün təyin olunan yüksək vəzifəli xüsusi nümayəndə anlamında işlədilir. Hökumət bu planları bazar ertəsi təqdim edəcək və əsas məqam İslamofobiyanın yeni tərifinin daxil edilməsi olacaq. Bəzi analitiklərin fikrincə bu addımlar sivil və demokratik dünya adlandırılan siyasi mühitdə növbəti İslamofobiya layihəsi kimi qiymətləndirilə bilər. Onların sözlərinə görə, eyni zamanda müsəlmanlar yenidən antisemitizmdə ittiham edilir və İslam dini mənfi şəkildə təqdim olunur. Analitiklər hesab edirlər ki, baş verənlərin səbəbi açıqdır. Xameneyinin sözləri sünnilərlə şiyələri birləşdirə bilər. Əgər belə birlik baş versə, bəzi qüvvələrin son 100 ildən çox müddətdə qurduğu geosiyasi sistem sarsıla bilər. Bu səbəbdən ekspertlərin fikrincə, həmin birliyin qarşısını almaq üçün yeni anlayışlar və yeni siyasi mexanizmlər yaradılır. Teologiya və tarix sahəsində çalışan mütəxəssislər isə ayrıca olaraq xristian dünyasına müraciət edirlər. Onlar vurğuluyurlar ki, xristianlar üçün İslam düşmən din kimi qəbul edilməməlidir. Müsəlmanlar və xristianlar ortaq əsaslara malikdirlər. Məsələn, Jesus Christ peyğəmbərə iman. Analitiklərin fikrincə, bəzi siyasi qüvvələr bu əlaqəni qəsdən inkar edir və hətta İsa peyğəmbərin şəxsiyyətinə və xristianlara qarşı düşmən mövqe nümayiş etdirirlər. Mütəxəssislər qeyd edirlər ki, müsəlmanlar və xristianlar dini baxımdan bir-birinə düşündürüldüyündən daha yaxın ola bilərlər. Beləliklə, bəzi beynəlxalq analitiklərin nəticəsinə görə müasir qarşıdurmaların bir hissəsi dini amil üzərinə qurulur. Onların fikrincə, buna misal kimi ABŞ-da özünü xristian siyonisti kimi təqdim edən hərbi rəhbərlərdən birinin çıxışlarında dini ritorikadan istifadə etməsi göstərilə bilər. Lakin analitiklər bildirirlər ki, həmin ritorika ənənəvi xristian təlimindən xeyli fərqli şəkildə siyasi məqsədlərə uyğunlaşdırılıb.